Sumqayıt Apellyasiya Məhkəməsi Seymur Həzinin Abşeron Məhkəməsinin hökmündən verdiyi şikayətə baxıb. Məhkəmə iyulun 28-də hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilib. Seymur Həzi iclas başlayan kimi məhkəmə tərkibinə etiraz edib. O bildirib ki, bundan əvvəlki apellyasiya şikayətinə də həmin məhkəmə tərkibində baxılıb və təmin olunmayıb. Məhkəmədə Seymur Həzinin dəmir barmaqlıqlardan çıxarılıb vəkillərinin yanında oturmasına şərait yaradılıb. Vəkil Adil İsmailov başqa vəsatətlər də qaldırıb. Müdafiəçi məhkəmədən bu işdə digər tərəf olan Məhrəm Həsənovun prosesə cəlb edilməsini və işə istintaqla baxılmasını istəyib. Hakim vəsatətlərdən birini təmin edib və bildirib ki, növbəti prosesdə Məhrəm Həsənov dəvət olunacaq. O dinlənildikdən sonra isə məhkəmə istintaqının aparılıb-aparılmayacağı barədə qərar veriləcək. Məhkəmədə çıxış zamanı Seymur Həzi özünü bir daha günahkar saymadığını deyib və həbsini fəaliyyəti ilə bağlayıb. Qənimət Zahidin qohumlarına qarşı aparılan repressiyalar da göstərir ki, hakimiyyətin problemi Azərbaycan saatı ilə bağlıdır və mən də ona görə həbs olunmuşam. İlham Əliyev tənqidi fikrə dözə bilmir. Onu tənqid edənlərlə amansız mübarizə aparır. Əvvəlcə məni, sonra Qənimət Zahidin qohumlarını həbs etdilər. Hətta Qənimət bəyin 87 yaşlı anasına hücum ediblər. Bütün bunlar əxlaqi, mənəvi sərhədləri aşmış bir mübarizə formasıdır. Məhkəmə sentyabrın 22-sində davam etdiriləcək. Seymur Həzinin atası Məşgül Həziyev məhkəmənin uzun fasilə ilə keçirilməsindən narazı olduğunu bildirib. Bəli, vaxtın uzadılması narahat edir bizi. Ona görə narahat edir ki, neçə vaxtdır ki, qapalı vəziyyətdə, qapalı yerdə yaşayır. O bizim üçün çətindir. Bunlar da vaxtı hər vaxt uzadırlar, 1 ayla, 2 ayla, 3 ayla. Hakimlər arada fasilənin çox olmasını məzuniyyətə getməkləri ilə izah ediblər. Üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Seymur Həzinin sifarişlə həbs olunduğunu deyir. Əslində bu təxribat ona qarşı planlaşdırılaraq təşkil olunur. İşdə keçən Məhərrəm Həsənov adlı şəxs əslində məqsədli şəkildə Seymuru bu münaqişəyə cəlb edir. Çünki məqsəd Azərbaycan saatının aparıcısı, Azadlıq qəzetinin siyasət şöbəsinin müdürü Seymur Həzini həbs eləməkdən ibarət edir. Seymur Həzi keçən il avqustun 29-da həbs olunub. O, Abşeron rayon məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Seymur Həzi xuliqanlıqda ittiham olunur.